Çox çətin anlardı indi, vallahi billah. Çox çətin anlardı indi. Allah gözümüzdən pərdəni çəksə ürəyimiz dayanır. Baxa bilmərik. Get-gedə Hüseynin tənhalaşan vaxtlarıdır. Yəni səhabələr bir-bir gedir. Nəinki səhabələr, balalar da gedir. Şəhidlər bir-bir gedir. Əli Əkbər gəlir, icazə alır. Ağacan, atacan deyir, bəli. İzin verirsənmi gedim? Əli Əkbər, get bala, get. Yola salır Əli Əkbəri. Dayanır bir məyus baxır ki, bilir axırıncı gedişdi. Get bala, get. Gəlir çatır meydana. Danışmışam ki bunu sizə. Amma da indi də yeri var da bu bir kəlmə deyim. Əli Əkbərdən deməyək. Gəlir çatır meydana. Şücaəti göstərir. Şücaət göstərəndə deyir, ədrikni ya əba, yıxılır yerə atdan. Atasını çağırır. İmam Hüseyin sürətlə gəlir. وَدَعْ خَدَّهُ عَلَى خَطِّهِ Üzünü üzünə qoyur. Sonra deyir, səndən sonra kül olsun bu dünyanın başına. Əli Əkbər, bu dünya səni itirib. Sənin qədrini bilmir bu dünya. Əvvəlfəz itirib. Bunlar gəlir ya. Əvvəlfəz itirib. Əvvəlfəz də yoxdur bu kez. Bir neçə saatdan sonra. Əl-Əsqər qalmışdı, bir dənə balaca 6 aylıq bala, zaten onu iniyəcəkdi. O da yoxdur. Onda idi ki, Həzrəti Əba Abdullah Hüseyin çıxdı meydana. Baxdı sağa, baxdı sola. Ya Zuheyr, ya Müslim, ya Həbib, hardasız? Cavab gəlmir. Həl min nasirin yansuruni. Mənə kömək eləyən yoxdur. Deyir, xeymədən nalə səsi ucaldı. Nalə səsləri ucaldı. Nalə səsləri. Hüseyin gəldi xeymələrin tərəf. Gəldi dayandı xeymələrin qabağında. Ya Zeynəb, ya Ümmə Gülsüm, ya Sükeyna, ya Rüqəyya, əleykunna minnəs-səlam. Məndən sizə salam olsun. Çıxdılar hamısı bayra. Çölə çıxıblar. Alıblar dövrəyə. Hərəsi baxır, doya bilmirlər Hüseynə. Səni Zəhra, sən doyarsan Hüseynə. O simanı görsən, doyarsan Hüseynə. İstəmirlər ata getsin. İstəmirlər. Axır bir təhər sağollaşdı. Ayrıldı. Bir neçə addım getmişdi, arxadan səs gəldi. Məhlən məhla yəbnə Zəhra. Anamın balası, bir dayan. Çevrildi, gördü xanım Zeynəb. Bacı, nə istəyirsən? Dayan bir dənə. Dayandı. Anamın vəsiyyəti var, qoy vəsiyyəti eləyim. İcra eləyim. Nədir bacı anamız? Gəldi, yaxınlaşdı. Qardaşının boğazından öpdü. Qardaş, gedirsən. Get, qardaş. Mindi atına getmək istəyir, at getmir. İlahi, bu nədir? Bu nə səhnədir? At getmir. Əyildi, gördü bir 3 yaşlı uşaq atın ayaqlarından tutub. Qoymaram ata gedəsən. Düşdü Rüqəyya, nə istəyirsən? Ata, bir mənə nəvaziş eləyirsən. Ata, mənim bir nəvaziş elə. Nəvaziş elədi. Qucaqladı Rüqəyyanı və öpdü. Gəldi səhnəyə. Gəldi. Dayandı, birinci onları yenə moizə elədi. Dedi, mənə tanıyırsınız? Mən Hüseynəm Əli oğlu. Cəddim Rasulullah, anam Fatimə. Və mübarizə apardı. Bir yer idi ki, gəldi. O yerdə deyirlər. Həzrətə yaxın özlə məsafədən idi. Mən bunu sizə deyim. Yaxın məsafədən biri möhkəm daş atdı. Gəldi, alnına deydi. Alnından qan töküldü. Deyir, qan elə tökülür, saqqalı boyandı. Saqqalı. Sonra deyir, o köynəyi ilə ki istədi qanı silsin, qaldıranda 3 şöbəli oxu düz ürəyinə vurdular. Ürəyinə batandan sonra deyir, oxu çıxartdı. Oxu çıxartdı. Orada idi ki, yıxıldı yerə. Yıxılanda dedi, Bismillah və billah, əla milləti Rasulillah. Bir səs özü. Bunu o dedi.
Bir səs səmadan gəldi. Vallah qutilə Hüseyn ibn Ali ibn Əbi Talib. And olsun Allaha, Hüseyn şəhid oldu. Bir səs də ərş-i əladan gəldi. Ya əyyətühən nəfsul mutmainnə. Ey aram nəfs, irci, qayıt mənə Hüseyn, irci ilə Rabbiki. Raziyətəm. Raziyətən mərdiyyə. Qayıt. Qayıt Hüseyn. Qayıt Hüseyn, sənin qədrini bilmədi bu dünya. Bir səslə bilirsən nə idi? Allah necə deyim? Bir səslə bu idi. Bu nə? Əziz balam xanım Zəhranın səsi idi. Qətəluk, öldürdülər səni. Bir kəramət də bu baş verdi. Bu nə? Ay bala, qətəluk, öldürdülər səni. Oradaydı ki, xeymədən xanım Zeynəb qaça-qaça gəldi. Gəldi, gördü. Şimir calisun əla sədri çıxıb İmam Hüseynin sinəsi. Bir əli ilə saqqalından tutub, bir əlində də qılıc. Dedi, Şimir neynirsən? O məlun deyir, Hüseyin baxa-baxa qılıncın qınıyla vurdu xanım Zeynəbi, yıxdı yerə. Əla. Ya Abad. Ya Abad. Ruhi ve ervahul alemin turabi mektebi kel fida. Canımız sana kurban Hüseyin. Can.